Rövşən Əliyevin daha bir döyüşü, bu dəfə o Yasəf Mehdiyevlə qarşılaşır. Bundan əvvəl Oruc Dadaşov iki görüş keçirməliydi, lakin rəqibləri Bəxtiyar Babayev və Ceyhun Səfərov zədələndikləri üçün yarışa çıxa bilmədilər. Oruc Dadaşov birbaşa finala vəsiqə qazandı. Yasəf rəqibindən 8 yaş böyükdür. Bayağı qeyd elədik ki, Azərbaycan çempionatında 10 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əlbəttə, Rövşən üçün təxminən 10 dəqiqəlik istirahətdən sonra yenidən yarış meydanına çıxmaq çətindir. Özü də qat-qat təcrübəli rəqiblə qarşılaşır. Amma yenə də əzmkarlığı göstərir. Əgər Rövşən bu görüşdə qalib gəlsə, Azərbaycan çempionatının finalına çıxacaq. Məğlub olsa isə, deməli, 3-cü yerlə kifayətlənəcək. Yasəf Mehdiyev çox gözəl fəndişədir, amma gördüyünüz kimi rəqibinin çinləri üzərinə qaldırıb meydandan kənara çıxardı. Əgər bir qədər sola tataminin mərkəzinə gəlsəydi, bu vəziyyətdə fəndi axirədək başa çatdıra bilərdi. İndi siz görürsünüz ki, Tərlan müəllim Yasəfə başa salır ki, rəqibi tatamidən qırağa çıxartmaq olmaz. Maraqlıdır ki, bayaqki görüşlərini sırf judo üslubunda keçirən Rövşən Əliyev indi görürsünüz ki, rəqibə əlləri ilə də zərbə vurmağa səy göstərirdi. Yasəf daha bir fənd işlədir. Yasəf daha əzmkarlıqla görürsünüz ki, döyüş aparır. Bu da təbiidir, rəqibindən qat-qat təcrübəlidir. Dizi ilə rəqibinə 2 sarsıdıcı zərbə indirir. Çox sarsıdıcı zərbələr və qalib oldu. Beləliklə, Yasəf finala çıxır. İndi isə əməkdaşımız Elnur Kələntarovun Azərbaycan çempionatının finalında yarışacaq. Hər iki döyüşçü ilə müsahibələrini sizə təqdim edəcəyik. Görək, rəqiblər bir-biri haqqında nə fikirləşirlər. Hakim qalibin müəyyənləşdirdiyi idmançıları bir-birini təbrik etdilər. Yasər, sən də, Oruc da, hər iki biz güləşçisiz. Lakin Orucdan fərqli olaraq sən bütün döyüşləri keçirmişsən. Çünki Orucun finala gəlib çıxması artıq 2 döyüşünü, demək texniki məğlubiyyət baxımından artıq finaldadır. Necə qiymətləndirirsən? Səncə kim qalib gələcək? Baxmayaraq ki, hər iki biz güləşçisiz. Üstünlük kim tərəfdə olacaq? O indi döşəyi göstərərdi, mən o nə deyim. Döşəkdə kim güclüdür, o da qalib gələrdi. Məndən deyə bilmərəm. Oruc da bizim yaxşı idmançılardandır. Allah qoysa yarım saata, 1 saata çıxarıq. Kim güclüdür, o da qalib gələcək. Burada bir dənə böyük bir şey yoxdur. Oruc, sənin fikrin? Mən də Yasərin dediyini deyirəm. Bunu döşək özü göstərər. Beləliklə, Azərbaycanın 1-ci mütləq çempionatının həlledici final döyüşü. Oruc Dadaşov, Yasəf Mehdiyev. Döyüşün əvvəlində hər iki idmançı təşəbbüsə yiyələnməyə çalışır. İdmançılar bir-birlərini yaxşı tanıyırlar. Görürsünüz ki, Yasəf Mehdiyev daha emosionaldır, daha cəlddir. Oruc Dadaşov isə rəqibindən xeyli təmkinli görünür. Belə başa düşürəm ki, Oruc indi Yasəfin hücuma keçməsini gözləyir ki, onu qarşılasın, zərbələr vura bilsin və yaxud da ki, ona qarşı fənd işlətsin. Amma əksinə alınır. Yasəf Məmmədov, Mehdiyev güləş fəndi ilə rəqibini tatamiyə yıxır və bu vəziyyətdə ondan
xal olmağa çalışır. Ümumiyyətlə final görüşü onu göstərdir ki, Yasəv bu görüşə daha hazırlıqlı idi və qələbə əzmi ilə bu görüşə çıxmışdı. Əgər o çox döyüş keçirsəydi, daha hazırlıqlı olardı. Lakin onun hal-hazırda göstərdiyi bu görüş onu göstərir ki, Yasəv daha hazırlıqlı idi final görüşünə. Bir qədər əvvəl isə görüşün baş hakimi Yasəfə xəbərdarlıq elədi, bildirdi ki, ayaq üstə olduğu halda tatamiyə yıxılmış rəqibinə əli ilə zərbə vurmaq qadağandır. Yəni buna icazə verilmir. Yasəf daha bir fənd işlədir. Yasəfin zərbəsi alınmadı. Oruç onun zərbəsindən yaxşı yayındı. Ümumiyyətlə, Oruc burada taktiki cəhətcə yanılmışdı. O irəli çox addım atır. Və final döyüşünün iştirakçıları Oruc Dadaşov, Yasəf, Mehdiyev. Budur, Tərlan Həsənov əlinin hərəkəti ilə bildirir ki, Yasəf Mehdiyev qalib gələrək Azərbaycanın birinci mütləq çempionatında fəxri birinci yeri tutur. Yəqin ki, hakimlər Yasəfin fəallığına görə qələbəni onu verirlər. Bəli. Budur qalibin son akordları. Bu döyüşün son akordları. 100 kilodan artıq olan bir insan özünüz gördünüz ki, salto hərəkət etdi. Azərbaycan çempionatında qalibə məxsus kəməri Barcelona Olimpiyadasının çempionu Nazim Hüseynov təqdim edir. Bundan əlavə, çempion $2000 məbləğində mükafata layiq görülür. Oruc Dadaşov isə $1000 mükafat alır. Bununla da Azərbaycanın